Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun, xoş gördük sizləri. Bu arada sizlərə buradan nə demək istəyirəm? Mən hal-hazırda Maastricht sərhədində olan Almaniya, məsəl üçün meşələrindəyəm. Burada qıraq kəndlər var, hansı ki o kəndlərə ətrafı belə yaşıllıq, meşəliklərdir. Nə demək istəyirəm? Azərbaycanda bizdə də meşələr var, gözəl fauna, təbiətimiz var. Yəni çox gözəl yerlərdir. Azərbaycanın meşələri sadəcə və sadəcə olaraq yəni o işlərin başında oturanlar pul qazanmaq üçün istifadə edirlər. Çəpərləmək, hasarlamaq, bağlamaq və digər və s. Baxın, burası Almaniyanın büyük bir meşə zolağıdır və burada belə cığırlar da var. Bayaq sizə göstərdiyim kimi yollar da var. İnsanlar yəni ki boş vaxtlarında burada bu yaşıllığın içərisində, bu meşənin içərisində gəzməyə daha çox üstünlük verirlər, qaçmağa daha çox üstünlük verirlər. Bizim insanlar isə ümumiyyətlə meşəyə ancaq nə üçün gedirlər? Yeyib içməyə, o gözü doymayanlar, tamahkarlar, nə bilim, aynə gedərək quzu alaq, kebab çəkək, ay nə bilim, ət alaq, kebab çəkək, yeyək, içək, mındarlayaq, hər yeri pisləyək, sonra da geri dönək. Amma burada tamamilə başqa cür bir abu-hava var. Burada meşənin içində belə insanlara düşünüblər. Yəni ən azından bir cığırlar açıblar ki, hara getsən, hara fırlatsan, formada balaca cığırlar belə görürsüz, əsas yola çıxır və insanlar hətta meşənin içində belə baxın görün, burası hardasa sizə deyim ki, şəhər bir yana qalsın, kənddən belə hardasa bir 7-8 kilometr uzaqlıqda olan bir meşə yeridir. Baxın, meşənin içərisində yəni burada zibil qabı qoyublar, görürsünüz, və oturmağa oturacaq skameyka var. Baxın, bir dənə bu skameykanın ətrafında əgər bir sigaret kötüyü, bir hansısa bir çöp və yaxud nəsə təbiətin ağaçlardan düşdüyü yarpaqdan başqa bir şey görsəniz, mənə nə deyirsinizsə deyin. Yəni ki, bu da çöp qutusudur, qoyublar bura. Yəni, baxın, salafanına qədər qoyublar. Tərtəmizdir, insanlar burada təmizliyə riayət edirlər. Hər şeyə riayət edirlər. Çox gözəl bir abu-havası var buranın. Burası mənim çox xoşuma gəldi. Həqiqətən də gəzirəm, dolaşıram. Çox xoşuma gəlir belə. Qarşıda bir göl yeri var. Oranı da sizə göstərəcəm və ara sıra bura gəlirəm və burada dincəlirəm. Hava alıram, nəfəs alıram. Çox yaxşı olur. İnandırım sizi ki, burada qadın, kişi fərq etmir. Yəni demək istədiyim, bu tərəfdə meşədir, bu tərəfdə meşədir. Normalda bir yol açıblar. Həmən bu yolda insanlar, baxın, cavanlar, gənclər belə, qadın, kişi fərq etmir. Qaçış edirlər. Görürsünüz, keçəndə belə salam verib keçirlər. Heç tanımadıqları bir insanam. Burada mənimlə heç bir, belə deyim də, ünsiyyəti olan bir insan yoxdur. Salam verdiyim, kəlam verdiyim, tanıdığım, oturub durduğum bir insan yoxdur. Amma insanlar həqiqətən də heç nələri olmasa da gülümsəyərək salam verməkləri insanın ürəyini açır. Yəni sözümü hara gətirmək istəyirəm dostlar? Meşələrimiz qırılır, satılır, milyonlar qazanırlar, milyardlar qazanırlar. Yəni hər şeyi bizim insanlar pula çevirməyə çalışırlar. O qədər biz, belə deyim də, bizim millətdən gedir söhbət. Yəni tamahkarıq, o qədər acı gözük ki biz. Həqiqətən də biz, nə bilim, bizim kimi ikinci bir acgöz, tamahkar,
ev yıxanlıq eləyən, mərdimazarçılıq eləyən, onda var, məndə də çox olsun deyən, nə bilim, yəni hər şeyə görə, yəni elə bir milləti ki, ikinci bir mən millət tanımıram. Baxın dostlar, bizdə görürsünüz burada göl var. İndi görün mən sizə nə göstərəcəm burada. Həqiqətən də bu gözəlliyə baxın. Baxın buradakı gözəlliyə baxın. Baxın, görün burada nə qədər ördək var. Görürsünüz. Bunlar bir təsərrüfat deyil. Sadəcə olaraq çöl ördəkləridir. Amma bunlar bizdə olsaydı, inandırım sizi ki, bir dənəsi burada salamat qalmazdı. Bir dənəsi. Baxın. Görürsünüz, hamısı çöl ördəkləridir. Görün nə qədərdirlər. Burada bunlara nəsə vermək, nəsə yemək kimi də belə deyək, bir şey vermək düzgün deyil, qanunla qadağan edilir. Amma buna heç ehtiyac da yoxdur, belə düşünürəm. Çünki bu göllərdə balıq da var, bu göllərdə müəyyən, məsəl üçün, onların yeyə biləcəyi, qidalana biləcəyi nələrsə var. Yəni dövlət özü də ehtiyac olursa, əgər lazım olursa, onları qidalandırır. Qaldı, görürsünüz, yenə də deyirəm, insanların sadəlövhlüyü, insanların belə deyim də təmiz bir şəkildə, təmiz havada özlərini rahat hiss etməsi bax budur. Yəni bunu sizə deməyə çalışıram dostlar. Alo. Yəni buradan nə demək istəyirəm? Bir xalq olaraq, bir millət olaraq, bir millətin xalqın nümayəndəsi, Azərbaycan xalqının bir nümayəndəsi olaraq, Azərbaycan vətəndaşı olaraq sizlərə tövsiyə edirəm. Gəlin bu tamahkarlıqlardan əl çəkin, gəlin bu acgözlüklərdən əl çəkin, bu var dövlət yığmaqdan əl çəkin. Vallahi 5 günlük dünyadır, bu dünyadan heç kimsə heç nə aparmayacaq, heç kimsə heç nə əldə etməyəcək. Sizlərə tövsiyəm odur ki, biraz insanlıq, biraz vicdan, biraz yan yörəndəki insanlara əl tutmaq, hamının normal bir səviyyədə yaşaması üçün çaba göstərmək lazımdır. Bunları edin. Bacarırsınız, yaxşılıqlar eləyin. Yoxsa ki, mən gəldim meşənin içərisində, burada göl var, bura nə gözəl yerdir. Vurdum 5 metr zaboru qaldırdım, bir dənə villa tikdim, burası oldu mənim. Və yaxud da kəpərləyirsən, burada bu insanlar güya restoran aça bilməzlər, burada bir oturmağa, bir kafe aça bilməzlər, aça bilərlər, amma açmırlar. Niyə? Çünki bura meşə zolağıdır. Burada insanlar sadəcə olaraq, baxın, təmiz havada gəzişirlər. Heç ehtiyac yoxdur ona. İnsanlar o, yəni burada o acgözlükdə deyirlər, o gözü belə doymamazlıqda deyirlər ki, getdiyi yerdə otursunlar, nə bilim, kabab yesinlər, tıxasınlar, zibilləsinlər, nə bilim, araq içsinlər və yaxud da hər hansısa bir içkidən istifadə eləsinlər. Yox. Sadəcə, baxın, meşənin, təbiətin öz gözəlliyi var. Necə var, elə də qalır. Ona görə də nə qədər sadə olarsaq, nə qədər, misal üçün belə deyək də, təbii olarsaq, bir o qədər yaxşı olaraq, bir o qədər gözəl olaraq, bir o qədər insanlıq olar, bir o qədər vicdan olar, bir o qədər, nə bilim, insanlar bir-birlərinə düşməzlər. İnsanların, mən başa düşürəm vəziyyətini, orada çıxılmaz durumlar var, hansı ki, şəxsən mən özümdən götürürəm ki, oradakı imkanlar məni də qane eləmir, necə sizi qane eləmir. Və bunun üçün, dostlar, bizim, belə deyək də, bütün sinir sistemlərimiz pozulubdur, əsəb keçirdirik, əsəbdən də ki, hər cür insanlar, hər cür xəstəlik tapa bilərlər. Və iş olmadığı üçün, insanların bir məşğuliyyəti olmadığı üçün, insanlar rahat bir şəkildə
yaşaya bilmədikləri üçün nə edirlər? Dığdıq, ev yıxanlıq, ara qarışdıranlıq, onda var, məndə ondan daha çox olsun. Mərdimazarçılıq, vedrə bağlamaq, daha yenə də təkrarlayıram bayaq dediklərimi ki, yəni dostlar, bu da bizə nə verir? Bu da bizə bizim acgöz olduğumuzu, tamahkar olduğumuzu, hər yerdə özümüzü biabır etdiyimizi, yəni nə bilim, vallah bir Azərbaycanlı olaraq mən şəxsən utanıram bizim insanların etdiklərinə baxanda. Baxın, buradakı hər yer yaşıllıqda. Bax, burada insanlar gəlib oturub yeyib içə bilərlər. Burada bir kafedə açmaq olar. Görürsünüz, burada geniş bir alan var, yer var. Burada da qarşısında bir göl var. Hələ bundan sonra qabaqda bir dənə də göl var. Yəni sizə bütün bu danışdıqlarımı nə üçün danışıram? Sadəcə olaraq bir şey istəyirəm. Azərbaycan xalqının, millətinin bir-birinə hörmət etməsini istəyirəm, birlik olmasını istəyirəm, bir-birlərinə daha çox sayğılı, hörmətli olmasını istəyirəm, vara, dövlətə, pula qaçmamağını istəyirəm. Yəni, hər şey xalq, millət olaraq bizim üçün gözəl olsun istəyirəm. Nəyə görə mən gəlib, misal üçün, Avropada kimin üçünsə işləməliyəm, Avropalı gəlsin, mənim qapımda işləsin, mənim elimdə gəlsin, işləsin, olmazmı? Yəni, vallah, belə deyəcəksiniz ki, sən çox şeylər istəyirsən, amma həqiqətən gerçəklər bunlardır dostlar. Həyatı sevmək lazımdır. Allah Teala insana ömür verib, şuur verib, ağıl verib, yəni ki, göz, qulaq verib. Yəni, bu dünyada ən gözəl bir şeydir də, yəni bunun o tərəfi yoxdur. Amma biz bu ağlı, bu şuuru, nə bilim, bizə Allah'tan verilmiş bu, yəni bu yaşam tərzini ümumi şəkildə necə qiymətləndiririk? Heç fikirləşirsinizmi? Sadəcə və sadəcə pis əməllərə, nə bilim, dağıtmağa, sökməyə, vəhşiliklər eləməyə, hər yeri mundarlamağa, pisləməyə. Qardaş, baxın, biz müsəlman olaraq, yəni mən bunları sizə deyirəm, müsəlman ölkələrinə niyə getmək istəmirik? Baxın, bura xristiyan ölkəsidir, bura bir xaç ölkəsidir. Baxın, görün, nə qədər təmiz, görün, nə qədər bunlar hər şeyə diqqət eləyirlər. Göllər doludur balıqla. Bax, bu göllərin içində balıqla doludur. Mən bayaq burada durmuşdum. İnandırım sizi ki, bəlkə də bir neçə dənə balıq elə tullandı girdi, tullandı girdi. Yəni, bizdə olsa, burada nə balıq, nə ördək, heç belə yenə də deyirəm, bu ağaçları görürsünüz də, görürsünüz, dümdüz ağaçlardır hamısı. Burada ağac belə qalmaz, hamısını qırarlar, satarlar. Hamısı, belə deyim də, bunlar nədən baş verir? Acgözlüyümüzün nəticəsidir. Acgözlükdən, nə bilim, insanların gözünün doymaması, tamahkarlıqdan, nəfsicarlıqdan. Yəni, etməyin, valla. Gəlin, bir millət olaraq birləşməyə çalışaq, bir millət olaraq yaxşı olmağa çalışaq bir-birimizə, hörmət qazanağın. Yəni, hər kəs bizə baxsın, ibrət götürsün, həsəd aparsın. Amma bunları mən deyirəm, amma çox təəssüflər olsun ki, mən inanmıram ki, bundan sonra hər hansısa bir sıçrayış olsun. Bu sıçrayış olarsa da, bu dediyim hər hansısa bir, yəni insanların dəyişikliyə aparan bir yol olarsa da, bu da yalnız dövlətin özündən keçər ki, hansı ki cərimələr, güclü, yüksək cərimələr, yəni tətbiq oluna bilər və digər konstitusiyada müəyyən qanunlara dəyişiklik olunarsa, bəlkə də o zaman, yəni insanlar çəkinərlər. İlla da mən buradan bir çox platformalarda görürəm, insanlar yalnız və yalnız ədəbsizcəsinə, qanacaqsız, mərifətsizcəsinə söyüşlərlə, təhqirlərlə danışırlar. Yəni ki, bir diyaloq aparmaq yoxdur bizim insanlarda. Yəni, diyaloq bizim üçün sadəcə olaraq söyüşdür, təhqirdir. Nə bilim, bu yaxşı bir şey deyil dostlar. Biz hara gedirik bu formada, mən sizə deyim.
Yəni uçuruma gedirik. Yəni o uçurum ki, oradan biz yəni geri qayıda bilməyəcəyik. Oranın da geri dönüşü yoxdur. Baxın, burada da göl var. Burada da görürsüz ördəklər. Baxın. Görün nə gözəldirlər. Burada heç nə yox. Gəlirsiniz 1 saat, yarım saat oturursunuz burada. Adi bir su alırsınız əlinizə. Adi bir su. Yəni suyarsınız hər ehtimala qarşı. Siqaret çəkənsinizsə də təbii ki də siqaretiniz cibinizdə olsun. Heç çəkməsəniz də daha yaxşı olar. Əslində 1 saat ərzində burada otursanız, bu təmiz havada nəfəs alsanız hər şeyə dəyər. Görürsünüz orada plakatda da yazılıb, şəkillər də vurulubdur. Baxın. Yəni burada balıq da var, ördək də var. Yəni buraya gələnlər insanlara bir uyarı şəklində orada yazılıb ki, xəbərdarlıq olunur ki, burada siz qanunsuz hər hansısa bir işlər, əməllər görə bilməzsiniz. Vallahi düzünü desəm, mən burada olduğum üçün çox xoşbəxtəm. Ən azından buraları mən gördüm. Heç nə eləməsəm də, heç nə qazanmasam da xoşbəxtəm ki, mən buraları görmüşəm. Buralarda nəfəs aldım. Buraların ab-havasını yəni tatmışam. Yəni ən azından mən bunları özüm üçün elədim və özümün, mənim gördüklərim və hiss etdiklərim, düşündüklərim şeyləri də burada sizlərlə paylaşıram. Buradan da çıxandan sonra bu videonun arxasıca görəcəksiniz. İndi mən bu videonu burada dayandıracağım dostlar və yola çıxanda da kəndin başlanğıcında olan, yəni ki, yaşam tərzini sizlərə göstərəcəm. Görəcəksiniz orada nə qədər səliqəli, nə qədər gözəl bir həyat var, insanlar necə yaşayırlar, necə gözəl yaşayırlar. Devam edirik dostlar. Videonu dayandırdığım yerdən bax buraya qədər düz 4788 metr addımladım. Və belə deyək də, hələ kəndin girişinə indi çatmışam. Giriş deyəndə burası görürsünüz meşədən bir çıxışdır. Yəni meşədən kəndə çıxış hissəsidir. Yəni indi buradakı ab-havanı da göstərəcəm sizə, insanları da göstərəcəm sizə. Sadəcə olaraq insanlar rahat bir şəkildə istirahət edirlər. Burası magistral yoldur dostlar. Bir qonşu kəndlərə gedən bir yoldur. Göstərim sizə belə. Və burada görürsünüz bir futbol meydançası var. Uşaqlar futbol oynuyorlar. Və buradan da baxın, magistral yolun kənarı ilə də asfalt vurulmuş meşə qırağı ilə bir yol açılır. Bu da piyadalar üçün, velosipedlə hərəkət edənlər üçün yəni rahat bir şəkildə gediş-gəlişi təmin eləyir. Və görürsünüz uşaqlar futbol oynayırlar. Bu arada biraz daha bu videonu bu hissədə dayandırmaq zorundayım və kəndin lap girişində açacağım və oradan davam edəcəm ki, insanların yaşam tərzini də görə biləsiniz. Baxın, burada da belə
çöp kutusu var, oturacaq var. Hətta yəni ki, digər misal üçün elə şeylər var ki, burada misal üçün onlardan istifadə edə bilərsiniz. Orada qarşıda da bir dənə qutu var. Onun içərisində uşaqlar üçün lazım olan şeylər var. Hansı ki, onu qəpik ata bilərsiniz. Uşaqlar atırlar və nəsə oradan götürürlər. Yanımdan uşaqlarla bir xanım keçirdi. Ona görə dayandırmaq məcburiyyətində qaldım və bu da həmən futbol meydançasının digər bu birisi tərəfidir. Hansı ki, burada görürsünüz, meydançanın o birisi tərəfində də bunlar da yaşayış evləridir. Yəni kəndin digər bir hissəsi, yəni bu magistral yoldan o tərəfdədir. Bu futbol meydançası və digər misal üçün oyunlar üçün nəzərdə tutulmuş bu meydançalar yalnız uşaqlara nəzərdə tutulub. Uşaqlar üçün də görürsünüz. Bax, mən sizə belə yaxından göstərim. Yalnız burada uşaqlar oynayırlar. Yalnız uşaqlar üçün nəzərdə tutulubdur. Yəni boş vaxtlarını uşaqlar bizim uşaqlar kimi bütün günü səhərdən axşama qədər oturup telefonda TikTok izləmirlər, hörmətli izləyicilər. Bu şəraiti qurmaq lazımdır. Təbii ki də dövlət olaraq, yəni bu kimi imkanlar yaradılarsa çox gözəl olar. Hamımız bilirik ki, yəni belə bir təbiət bizim Azərbaycanda da mövcuddur, mümkündür, var və bu şəraiti qurmaq da bizlərin, insanların əlindədir. Bu da dostlar, gəldik, yəni kəndin girişinə çatdıq. Bu da bu xalqın, bu insanların yaşadığı bir yerdir, görürsünüz. Zabor yoxdur, gördüyünüz kimi. 5 metr hündürlükdə zaborlar yoxdur. Yəni ki, hər şeyi hər yeri bağlamayıblar. Evlərin qabaqları boşdur, açıqdır. Bax, görürsünüz, tərtəmiz. Maşınlarını saxlayıblar. Rahat bir şəkildə yaşayırlar. Baxın, həyətlərinə, yəni yaşam tərzlərinə baxın. Güllü, çiçəkli, qarajlı, qarajsız. Yəni ki, dostlar, bilirsiniz, bu şəraiti, bu imkanları, yəni bunu quranlar biz insanlarıq. Bu bizim əlimizdədir. Yəni təbii ki də bizə dövlət də bunun üçün dəstək olmalıdır. Əgər biz bugünkü gündə yəni hər yeri mandarlayırıqsa, hər yeri zibilləyib gəziriksə, hər yeri dağıdırıqsa, valla inandırım sizi ki, bu həyatda heç nə əldə eləmiş olmayacaq. Baxın, burada da böyük bir plaşatka var. Burası da maşınların dayanacağı üçün nəzərdə tutulubdur. Hansı ki, misal üçün həmən dediyim meşə zolağına girmək üçün və yaxud da burada uşaqların gəlib oynaması üçün valideynlər gətirirlər və özləri gəlirlər. Həmən meşədə gəzmək istəyənlər rahatlıqla gedirlər, orada gəzirlər, təmiz hava alırlar. Digərləri isə belə deyim sizə ki, burada uşaqlarına nəzarət edirlər. Bütün bunları mən sizə çəkdim, göstərdim, hörmətli izləyicilər. İnşallah ki, bəzi insanlar, bəzi məmurlar, digər dövlət strukturları bu kimi videolardan, bizim danışdıqlarımızdan bir nəticə çıxardarlar inşallah. Bəlkə də biz olmasaq da gələcək nəsillərin yaxşı yaşaması üçün bu imkanlar qurula bilər. Sağ olun, sağlıqla qalın. Mən Zaur sizlərlə idim.